Yük maşınlarının yol qaydalarını mütəmadi olaraq pozmasından hər kəs xəbərdardır. Müvafiq tədbirlər görülsə də bu hal təhlükəli vəziyyət alır. Əməkdaşlarımız Göyçayda bunu sizə göstərmək üçün çəkiliş ediblər. Çəkiliş əsnasında heç bir qayda pozuntusu qeydə alınmayıb. Elə ki, əməkdaşlarımız maşınlarını dəyişib, başqa maşından çəkməyə başlayıblar. Sürücülər yenidən öz bildiklərini eləməyə başlayıblar. Daha da maraqlı faktlarla Rəşad Rəşidov danışacaq. Bakı-Şamaxı-Yevlax magistral yolunun 196-cı kilometrliyində. Daha dəqiq desək, yolun Göyçay rayon Qaraməryəm kəndindən keçən hissəsində yük maşınları yol hərəkət qaydalarını kobudcasına pozur. Kənd sakinlərinin sözlərinə görə son bir neçə aydır ki, ağır tonlarlı yük maşınları bu ərazidə dəfələrlə qəza şəraiti yaradıblar. Protiv girirlər hamısı bura. Uşaqlar məktəbə gedə bilmir. Hamısı qalır yolda. Kənd sakinlərinin sözlərinə görə bir neçə dəfə yük maşınlarının sürücülərinə xəbərdarlıq etsələr də, amma onlara məhəl qoyulmur. Burada yol hərəkət qayda qanunun bu şaqmanlar dəfələrlə pozurlar, protiv keçirlər. Sağda mağazin, solda produktov mağazinlər, toz, qiyamat dəfələrlə burada qəza şəraiti yaradıblar. Əslində quruğu dönüb keçməlidir. Hamısı bunlar qəza şəraiti yaradıb, bu birisi yoldan keçirlər. Sürücülər ərazidə çətiliş aparıldığını gördükdə qanunu pozmadan hərəkət edirdilər. Bir qədər sonra çətiliş məkanını dəyişib, sürücüləri digər yerdən izləməli olduq. Çox keçmədi ki, bizim ərazidə olmadığımızı güman edən sürücülər dairəyə girmədən hərəkətə başladılar. Yol hərəkəti haqqında qanuna görə sürücülər dairəyə girdikdə, yəni dairənin sağ tərəfindən hərəkət etməli olduqları halda, amma yük maşının sürücüləri yəni yolun sağ tərəfi ilə yox, sol tərəfi ilə gedirlər ki, bu da birbaşa qanun pozuntusudur. Xatırladaq ki, çəkiliş apardığımız Bakı-Şamaxı-Yevlax yolu təmirdə olduğundan bu ərazidə yol patrul xidmətinin əməkdaşları az hallarda olur və onlarla birgə sürücülərin hərəkətini izlədik. Çox keçmədi ki, yol patrul xidmətinin əməkdaşlarını həqiqətən də sürücülərin dairəyə girmədən hərəkət etməsinin şahidi oldu və sürücü yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldı. Başqa maşınlar niyə düzgün dönürsən, dönmürsən? Başqa orada maşın yanmışdı da ona görə. İndi bir dəqiqə. Yolun hərəkət hissəsindən çıxaydın, ondan sonra dönəydin. O burada maşın yanmışdı orada, gələ mən dönəcəkdim. Dövlət yol polisinin əməkdaşları sözü gedən ərazidə mütəmadi olaraq reyd keçiriləcəyin və qanunu pozan sürücülər barəsində sərt tədbirlər görüləcəyini bildirdi. Bu cür sürücülərə biz inzibati protokol tətbiq edirik. Həmin bu sürücünün indi hal-hazırda sənədləri yoxdur. Onun sənədlərinin gətirilməyini xahiş edirik. İndi sənədlərini təqdim eləsin, onun inzibati protokolunu tətbiq edəcəyik və onu yola salacaq. Xatırladaq ki, çəkiliş apardığımız ərazidə yol nişanlarına da rast gəlmədik. Bununla bağlı Azər Yol Servisinin sözçüsü Pünhan Mürsəliyevlə də əlaqə saxladıq. O da öz növbəsində bildirdi ki, yolda təmir başa çatdıqdan sonra yollarda nişanlar quraşdırılacaq. Rəşad Rəşidov, Pünhan Azərsoy, Space Göyçay.